Hüseynova Naimə Tusi Klinikanın pediatriya şöbəsinin bölməsinin şöbə müdürü. Deməli, bu yay aylarında adətən ən çox yayılan infeksiyalar mədə-bağırsaq infeksiyalarıdır. Bu da ondan irəli gəlir ki, deməli, yay fəslində çoxlu, deməli, bu meyvə, tərəvəz, dəniz mövsümü başlayır, dənizə uşaqlar gedirlər. Sonra çoxlu bu cürbəcür içkilər var, normal şəraitdə saxlanılmır. Sonra marojnadır, sonra cürbəcür bu çipsidir, belə yeməklərdir, hansılar ki, istidən saxlama müddəti keçir, normal şəraitdə saxlanılır, bakteriyanın artmasına getirib çıxarılır və bunların nəticəsində bu yeməklərdən istifadə edəndə uşaqlarda adətən mədə-bağırsaq pozğunluğu başlayır. Bu ola bilər qastritlər, gastroenteritlər, gastroenterkolitlər. Bəzən bu infeksion xarakterli olanda ola bilsin dizenteriya, salmonelloz, eşerixioz belə bir fəsadlara getirir. Və bunların gedişi adətən qusma, ishal, yüksək hərarət fonunda qıcılmalar da ola bilər. Bunu deməli valideynlər bilməlidirlər ki, birinci tədbirlər nədir? Bu odur ki, uşaqların su itkisi və elektrolitlərin itkisi artmasın, uşaqlar ağır vəziyyətə düşməsin deyə adətən deməli maye tələbatını artırırlar. Amma gördükdə ki, bu mümkün deyil, qusma, ishal davam edir, mütləq deməli həkimə müraciət eləməlidirlər və müvafiq təyinatlar keçirməlidir. Bəzi uşaqların vəziyyəti hələ ağır olur ki, onlar adətən stasionara düşürlər, bir neçə gün qalmalı olurlar, müalicə qəbul edir. Uşaqlar günün altına, günün altına çıxmasınlar. Qədər nə də sonra saat 5-dən sonra küçədə olsunlar, çox günün altında qalmasınlar. İsti vurmalar, hərarətin yüksəlməsi, orada maye tələbatı artırmalıdır. Həmişə maye tələbatı kifayət qədər olmalıdır. Birinci tədbirlər olardı ki, deməli, bu evdə eləməlidir. Amma ki, gördükdə ki, yox, uşağın halı pisdir, hərarəti yüksəkdir, qıcılmaya hazırlıq ya qıcılmalar varsa, onda mütləq stasionara müraciət etməlidirlər.